Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın qatili ilə Ömərin, Osmanın qatillərinin nə fərqi vardı? Sünni alimləri ilə bu təkfirçi, terrorçu, vəhabilərin, sələflərin alimləri elə bir fərqlər qoyublar buranın arasında. Elə bir sözlər, elə bir çirkin sözlər danışıblar bunlar barəsində, bu qatillərin barəsində. Hər bir kəs ki bunları oxuyur, əgər düzgün insan olsa, əgər düzgün müsəlman olsa, Əhl-i Beytin sevgisi ürəyində olsa, onun elə bil ürəyinə ox dəyir, ox sancılır. Ürəyi paramparça olur. Deməli, bunların, bu sünni alimlərinin bir kitabı vardı, Əl-Mühəlla adında. İbn Həzm Andalusi yazıldı bu kitabı. Bu kitabı Dar-i Turasil Ərəbidə çap ediblər Beyrutda 2001-ci ildə, ikinci növbədə 119 və 120-ci səhifəsində 2086-cı məsələdə deyir ki, heç bir ixtilaf yoxdur ümmətin arasında, yalançı Allah lənət eləsin, heç bir ixtilaf yoxdur ümmətin arasında bu ki, Əbdürrəhman ibn Mülcəm Həzrəti Əli əleyhissalamı öldürmədi, məgər bu ki, təvil etdi və ictihad etdi. Baxın, Həzrəti Əli əleyhissalamı öldürən adam ictihad eləyir və Həzrəti Əlini öldürür. Diqqət edin, bunlar görün necə yanaşırlar Həzrəti Əli əleyhissalamın qatili ilə. Lənət olsun o ictihada ki, Peyğəmbərimizin sözünün, nəs sözünün qabağında olacaq. Qarşısında, müqabilində dayanacaq. Həzrəti Peyğəmbərimiz buyurdu ki, ey Əli, səninlə müharibə eləyən mənimlə müharibə edir. Səninlə sülh edən mənimlə sülh eləyir. Ey Əli, səni ancaq mömin sevər və sənə ancaq münafiq buğz eləyər. Sənin müharibən mənim müharibəmdir. Bunu məyər Peyğəmbərimiz buyurmadı. Məyər ən səhih hədislərdə gəlməyibdir ki, Peyğəmbərimiz buyurdu, mən əta'əni fəqəd əta Allah. Hər kəs məndən itaət etsə Allahdan itaət edib. Və mən əsani fəqəd əsallah. Və hər kəs də məni məəsiyyət eləsə, məndən üz çevirsə Allahdan üz çeviribdir. Və mən ətaə əliyyən fəqəd əta'əni. Hər kəs Əlidən itaət etsə, məndən itaət edib. Və mən əsa əliyyən fəqəd əsani. Hər kəs də Əlidən üz çevirsə, məndən üz çevirib. Məyər İbn Mülcəm demirsiniz ki, sahabə idi. Bəs nə üçün bu işləri gördü? Peyğəmbərimizin sözünün qarşısına niyə çıxdı? Niyə? Niyə sünnilər buna, vəhabilər buna cavab verə bilmirlər? Görün, sizin sevginiz, sizin məhəbbətiniz Əhl-i Beytə budur. Sizin sevginiz bundan ibarətdir. Bu nifrətdir, bunun adı nifrətdir. Zahirdə sevgi məna eləyirsiniz siz. Budur sizin sevginiz. Ardında yazır ki, bu işləri ki, bu ictihad eləyib öldürdü ki, Həzrəti Əli əleyhissalamı İbn Mülcəm şəhid elədi Həzrəti Əlini. Bu yaxşı bir iş gördü, savab bir iş gördü, xeyirli bir iş idi. Ardında İmran ibn Hiddandan ki, Allahın lənəti, minlərlə lənəti gəlsin bu adama. Özü də ki, bu adam Səhih Buxarinin ravilərindəndir. Yəni Səhih Buxari bu adamdan rəvayət nəql eləyir. Lənət olsun hər ikisinə. Deyir ki, bu İmran ibn Hiddan şairdir, şeir oxuyub İbn Mülcəmin haqqında deyir ki, ya zərbətən min təqiyyin ma əradə biha, illa liyəbluğa min zil ərş rizvana. Deyir ki, o zərbədir ki, o təqvalı insan, yəni İbn Mülcəm, Həzrət Əlinin başına vurdu. Deyir, Əbdürrəhman ibn Mülcəmi apardı, çıxartdı ərş sahibinin yanına. Allahın yanına apardı, çıxartdı. Lənət olsun İbn Mülcəmə və onun tərəfdarına və onu himayət eləyənə, onu müdafiə eləyənə. Allah lənət eləsin. Deyir ki, inni ilə əzkurahu hinən fə əhsəbuh əvfəl bəriyyətə indəllah mizana. Deyir, hər zaman ki, mən İbn Mülcəmi xatırlayıram, belə hesab eləyirəm, belə təsəvvür eləyirəm ki, onun əməl dəftəri Allahın yanında ən ağır dəftərlərdən, ən ağır əməllərdən biridir. Yəni, o qədər savablı dəftərdir ki, Allahın yanında çox yuxarı mizandadır. Bu, sünnilərin sevgisidir Əmir əl-Möminin Həzrəti Əli əleyhissalama. Bu belədir. İndi gəlin görək ki, Osmanın qatillərinə nə əqidələri vardı bu sünnilərin, vəhabilərin. Biz Əl-Fəslü fil-Miləli vəl-Əhvai vən-Nihəl kitabı, yenə də İbn Həzm Andalusinin kitabı Darül Cildə çap olunubdur Beyrutda. Bu kitabı təhqiq edən doktor Muhammed İbrahim olubdur və həmçinin doktor Əbdürrəhman Ümeyr olubdur. 4-cü cildində bu kitabın 239-cu səhifəsində deyir ki, Osmanın qatilləri hamısı fasıq idi, Allah onlara lənət eləsin. Diqqət edin, Osmanın qatillərinin içində sahabələr də var idi elə, hamısı da müsəlman idilər. Deyir ki, onu öldürənlər hamısı fasıq idi, Allah onlara lənət eləsin. Nə cür oldu? Osmanı öldürənlərin içində sahabələr də var idi, müsəlman idilər də. Onlar hamısı fasıq olur və Allah onlara lənət edir. Amma Əbdürrəhman ibn Mülcəm ki, xəvaricdən idi. Və orada Həzrət Əli əleyhissalamı öldürür, ona deyirlər təqvalı insan idi, bu cür belə insan idi. Əməl dəftəri onun yüksək
dərəcədə ağırdır. Bu bir çirkin fərqdir ki, Həzrət Əli əleyhissalamın qatili ilə Osmanın qatilinin arasında qoyurlar. Minhacü Sünnətin Nəbəviyyə. Vəhabilərin Şeyxüş-Şeytanları İbn Teymiyyənin kitabıdır. Yoldan çıxmış adam, çölə düşmüş adam, gəzəntə bir adam idi bu adam ki, sünni alimlərinin, 4 məzhəbin 4-ünün də tərəfindən bu təkfir olundu, kafir hesab olundu və Dəməşqdə zindana atıldı, orada da cəhənnəmə vasil oldu. Bu adam bu kitabı yazıbdı, təhqiq edəni doktor Muhammed Rəşad Salem olubdu. 7-ci cildində 1986-cı ildə də çap olunub bu kitab. 153-cü səhifəsində görün nə danışır. İbn Teymiyyənin böğzünə baxın. Həzrət Əli əleyhissalama olan böğzünə və kinəsinə baxın. Bu İbn Teymiyyə deyir ki, Öməri öldürən kafir idi və İslam dininin böğzün daşıyırdı özü ilə. Mən başa düşmürəm. Bir kafir nə gəzir Ömər ibn Xattabın yanında? Ömər ibn Xattabla o tərəfə, bu tərəfə getməyi, onun yanında olmağı, bunun Ömərin dalında namaz qılmağı, müsəlmanların arasında səhvdə namaz qılmağı nə olur? Hardaydı bu? Nə cür bir şeydir? Niyə bilmədilər? Niyə başa düşmədilər? Sünnilər deyir, münafiqdir. Sən münafiqliyin hardan bildin? Əbuloğlu Ömərin zatını gördü, öldürdü onu. Nəinki o münafiq ola? Mən istəmirəm tərəfdarlıq eləyirəm Əbuloğludan və başqalarından, amma sözüm istəyirəm, bu sözümü çatdıram sizlərə ki, baxın, görün nə fərq qoyurlar bunun arasında. Bu qatillərin arasında nə fərq qoyurlar. Deməli, Ömər ibn Xattabı öldürən kafir olur və İslam dininin böğzünü daşıyır və Peyğəmbərə, ümmətə, dinə, böğzündən gedib Ömər ibn Xattabı öldürür. Güya Ömər ibn Xattab yəni bu qədər böyük bir şəxsiyyət olubdu ona görə. Amma Həzrət Əli əleyhissalamı öldürən namaz da qılırdı, oruc da tuturdu, Quran da oxuyurdu və etiqadı da bu idi ki, mən Əlini öldürsəm Allaha yaxınlaşaram, Peyğəmbərə yaxınlaşaram, Allah və onun rəsulunun məhəbbətinə görə Əlini öldürürəm. Diqqət eləyin. Bu İbn Teymiyyənin sözüdür. Nəyin? Həzrət Əli əleyhissalamın qatilinin barəsində. Ömərə o cür fərq qoyur, Ömərin qatilinə, Həzrət Əli əleyhissalamın qatilinə də bu cür fərq qoyur. Bu cinayətdir, cinayət. Yenə də İbn Teymiyyənin Minhacü Sünnətin Nəbəviyyə kitabında 5-ci cildində bu dəfə 47-ci səhifəsində deyir ki, Həzrət Əlini öldürən adam deyir ki, min əbədin nas. İnsanların ən abid şəxslərindən biri idi. Amma diqqət eləyin bunun ardına. Abid idi. Deyir İbn Mülcəm abid bir adam idi. Və əhlül ilmi və sünnət yəhtacuna ilə isbatı iman Əli və ədlihi və dinihi lirrəddi ələ havla. Deyir ki, və elm əhli və sünnət əhlinin ehtiyacı vardı ki, Həzrət Əlinin imanın və dinin sübut eləsinlər. Möhtacdırlar sübut etməyə. Yəni, Həzrət Əli əleyhissalam elə bil ki, əstəğfurullah, dinsiz, imansız imiş və yaxud hətta bu İbn Teymiyyə deyir ki, çün Həzrət Əli uşaqlıqda iman gətiribdi, bilinmir ki, bunun imanı düzdür, yoxsa yox. Bu adam Həzrət Əli əleyhissalamı kafir görür. Vəhabilər ortaya düşübdür və deyirlər ki, İbn Teymiyyə bizim ağamız, Şeyxülislamımız, bu cür, filan cür. Halbuki İbn Teymiyyə lənətə gəlmiş, bu cür əqidəsi vardı Əhl-i Beytə, bu cür əqidəsi vardı Həzrət Əli əleyhissalama. Həzrət Zəhra idi, onun ağlında problem var idi, o xəta elədi, xətakar idi. Əbu Bəkr haqq yoldaydı. Peyğəmbərə ihanət eləyir, İmam Həsənin, İmam Hüseynin fəzilətlərini danır, Həzrət Əlinin fəzilətlərini danır. Bunların hamısını görə-görə Vahabilər deyir ki, bizim Şeyxülislamımız İbn Teymiyyə. Baxın, sünnilərin, vahabilərin sevgiləri bax bunlardan ibarətdir. Həzrət Əli əleyhissalamın imanın, dinin sübut etməyə ehtiyacları vardı bəzi dəlillərə, elm əhli, sünnət əhli. Dəlillər axtarsınlar ki, bu sübut eləsinlər, bəli, Həzrət Əlinin imanı var idi, dinli bir adam idi, dindar bir adam idi. Amma İbn Mülcəm olur əbədün nas, insanların ən abidi.